1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə, yəni Xocalılara ermənilər elə bir divan tutdu ki, bugünə kimi heç kimin yaddaşına, yəni indi 43 yaşım var, o silinəsi bir şey deyil ki, deyəsən yaddaşlardan silinədir. Bizdə elə bir iz qoyublar ki, hamı kimi biz də evimizdə idik, ailədə atam, anam, bacılarım, qardaşlarım. Atışma oldu. Atışmada atam həyətdə elə bir sığınacaq düzəltmişdi. Atışma olanda bizi aparır, yığırdı ora. Atışma keçəndən sonra yenə evimizə qayıdırdıq. Biraz atışma olanda atam bizi yenə apardı sığınacağa. Orada sığınacaqda gözləyən vaxtı indi yarım saat keçib, 1 saat keçib, onu deyə bilmərəm, yadımda qalmayıb o. Birdən qonşulardan gəldi biri, bəs dedi ki, bizimkilərin girov götürdülər, öldürdülər. Biz onda həmən vaxtı, həmən o sığınacaqdan çıxdıq ki, yəni Xocalı elə bil ki, bir çılçırağın içindədir. O dərəcədə göydən alov, od tökülürdü. O da ki, hər tərəfli də 4 bir tərəfdən Xocalının mühasirəyə almışdılar. Da bizim də atamın yaşlı bacısı var idi. Atam məndən böyük bacıma dedi ki, bacının əlindən tut, qaç kəndin ortasına. Bacım mənim əlimdən tutdu, biz qaçdıq. Atam elə bil ki, qardaşlarım da onda postaydı. Biri polis əməkdaşı idi, o da yenə orada. Atam çalışdı ki, mamam gətirə, atam bacısın. Yəni elə dağıldıq kəndə. Kəndə sonra gəldik, kəndin ortasında gəldik ki, da güllə elə yağırdı. Allahın olsun elə bir yağış yağırdı. İndi amma qismətdən bizə dəymədi. Gəldik kəndin ortasına gələndə orada bir təhər birləşdik, yığıldıq bir yerə. Ta kəndin ortasında bilirsən nətər idi. Elə bil ki, qan su yerinə axırdı da belə. Yəni ağlayan, çığırışma, uşaqların, körpələrin səsi, içi də mən qarışıq. Yəni da bir yerə kəndin ortasına gəldik, heç ora yol tapa bilmədik. Qarqar çayı deyilir. Həmən çaydan bacım mən aldı kürəyinə, çaydan keçdik. Bir təhər keçdik meşəyə. Meşə də ki, o qədər qarı idi ki, inanın ki, ağacın altı ilə keçəndə o lopa ilə düşürdü boyuna, boğaza. Yəni dəhşət bir şeydi də. Qar vururdu dizə. Yerimək mümkün deyil. Atam gil çalışırdı ki, atam bacısını gətirələr. Qara girəndən sonra da inan ki, dağdır. Çıxırsan dağa, yol tapırsan, qayıdırsan, həmən yerə bir də gəlirsən. Atamın ayağında ayaqqabılar vardı. Ağırlıq elədiyinə onu ayağından çıxartdı ki, bəlkə gəzədə. Biz 3 gündən sonra həmən yerə qayıdıb gəlmişik. Sən deyim, elə dağda elə dövrə vurmuşuq da bir yerə. Elə deyirdi ki, çıxırıq, çatırıq Ağdama. Ağlayırdım ki, mənə çörək ver də. Çörək də məni sakitləşdirirdi. Deyirdi Ağdama çatanda sənə çörək alacağım. Yəni belə sakitləşdirirdi. Niyə sakitləşdirirdi? O da uşaqların səsinə ağlaşmaya gəlirdilər. Başlayırdılar güllə atmağa, qırmağa. Ona görə sakitləşdirdik ki, yəni başqalarına da bir ziyan olmaz. Beləliklə bir həftə meşədə gəzdik. Sizin neçə yaşınız vardı? Bacılarınızın neçə? Onda mənim 9 yaşım vardı. Bacımın birinin 14 yaşı vardı. Birinin 20 yaşı var idi. Qardaşlarımın birinin 22 yaşı vardı. Birinin 25 yaşı vardı belə. Orada günlərlə gəzdik, susuz. Ağlayırdım, mənə çörək ver. Ağacdan belə qırırdı atam, qardaşım ağzında çiğnəyib verirdi ki, bəlkə ağlamayam. Da inanın ki, orada o ağappaq qarın üstü deyirdin ki, bir yaylıq, qırmızı bir yaylıq sərmisən də. Hara gedirdin, çıxırdın meyitlərin üstünə, hara gedirdin, yaralanan, çığıran, uşaqların iniltisi, inanın Allaha ki, yəni mən 2 aya yaxın olar ki, Xocaldayım. O həmən dağla da, biz gəzdiyimiz dağla da üzbəüzdükdə yenə də elə bilirəm ki, o faciənin içindəyəm. İndi bura gəldiyimizə görə də heç söz tapıb danışa bilmirəm. Bəs necə oldu ki, sizə girov götürdülər? Günlərlə biz gəzdik. Bir dağın başında möhkəm bir güllələşmə oldu, atışma oldu. Orada hamı bir anlıq bir sakitçilik çöktü də. Elə bil ki, heç nə olmamış kimi. Bir vaxt biz belə başımızı qaldırdıq ki, heç kəs yoxdur. Elə mənim bacılarım da, atam da, yəni atam əlimizi boşlamayıb da, bizim əlimizi boşlamadı. Bir də bizdən əlavə 2 dənə qadındı. Nəsə hamımızı atam yığdı bir yerə. Həmən insanlardan bir nəfər yoxdur. Elə bil ki, heç bu adamlar bizim yanımızda gəzməyiblər də belə desək. Gəldik,
Belə dağdan yendik, biz kənd qırağıdır. Ta səhərə bəlkə də səhər açılardı belə. Kəndin qırağına gələndə atam dedi ki, gəl Ağdamın kəndinə çıxmışıq. Biz elə başa düşmüşük ki, Ağdamın kəndidir. Sən demə erməninin kəndiymiş, Pircamal kəndi. Ora gəldik, gələndə belə qayalıqdı orada, yadımdadır, qayanın dibindən bir neçə erməni çıxdı, saçlı, saqqallı, dedi ki, dayanın, əmr verdilər ki, dayanın, nəsə durduq. Atam onlara bir elə yalvardı ki, məni aparın, öldürün. Nə işgəncə verirsiniz, verin. Amma bu qadınları buradan boşdan keçsin, dedilər, yox. Bizi gətirdilər fermiya. Bizim elə bil ki, o dağda gəzməyimiz bizim üçün nətər deyim, bir hasant yoluydu da. Gəldik bizim, yəni ağır işgəncələrimiz bax bu fermada oldu. Yığırdılar gözümüzün qabağında. Döyürdülər. Döyürdülər, işgəncələr verirdilər. Mənim atam qabırğaların buradan çıxandan sonra aparmışdılar əskərana orada. Qabırğalarını sındırmışdılar. Yəni gözün altına avtomatla vurmuşdular. Biz əsirlikdən boşlananda biz elə bildik ki, onun da gözü yəni görmür də. O dərəcədə yəni dişlərini çəkmişdilər, nə zülümlər vermişdilər. Burada da Bura gələndə başqaları var idi burada. biz o deyirəm bizlə orada gəzənlər. Orada sən demə bizdən əvvəl onlar o güllə atılan vaxtda atışmada onlar bizdən aralandan da elə onları kom əsir götürürlər. Bizi gətirəndə biz gəldik ki, bizlə o gəzənin 60-70 nəfər hamısını yığıblar tövləyə bura. Orada da ki, nə zülüm, əziyyət, əzab verirdilər, onu bir Allah bilir, bir də biz. Tövlədə nə qədər, bu fermada nə qədər qaldınız? Bir həftəyə yaxın burada qaldıq. Onda bax bu fortuşkalardan göstərirdi, uşağın əlinə avtomatı, nə bilim, tüfəngi verirdilər ki, onları qorxuz. İndi qorxuz məqsədi ilə də bilmirəm, öldürmək məqsədi ilə də inanın ki, bir heylə o 60-70 nəfər birdən uşağa görə hamısı başını əyirdi aşağı, yəni elə zülümlər verirdilər. Çörək istəyirdim, vermirdilər, su istəyirdim, vermirdilər, gəlir döyürdülər. Qadınların qulağından, boğazından sepin, qızılın hamısını çəkib alırdılar. Yəni olunmazın işgəncələr verirdilər də. Bugün də yəni mən o travmanı hələ də keçirdə bilməmişəm. Yəni evimin altında olum, mən evimdə tək qala bilmirəm. Yəni onu bilmirəm də, yəni izah eləyə bilmirəm ki, o nə cür travmadır, getmir hələ də. O bizim içimizə hopufdu. Orada günlərlə qalandan sonra atam gələ bizi gətirdilər əskərana orada. Yəni buradan da çox dəhşətli orada işgəncələr verdilər. Sonra da bizi Allah verdi Bağırov, milli qəhrəman o əsirlikdən qurtardı. Bizlə bir yerdə olan o Xocalılara. Yəni orada yadımdan çıxdı, həyəcandan da yadımda saxlaya bilmirəm. Orada atam bacısı güllələndi. Qardaşımın yoldaşı 10 ayın gəlini idi, 8 aylıq hamilə idi, o güllələndi. Yəni bunların hamısını biz yaşadıq da burada. Hamısı gözünüzün qarşısında. Bəli, hamısı da gözümün qarşısında. İndi gəlmişəm, Allah and olsun, bir anlıq elə bil ki, həmən o 9 yaşlı uşaq. Çox pis təsir elədi. Bizi dəyişdilər, sonra getdilər Ağdama. Ağdamda orada vaqonlarda, xəstəxanalar orada elə bil ki, vaqonlarda düzəltmişdilər xəstəxanaları. Bizi yığdılar ora. Çingiz Mustafayev ilk dəfə o çəkilişi orada mənlə müsahibəni götürübdü. Sonra bizə orada birinci nə bilim yardım elədilər. Əlimizi, ayağımızı ta nə gündəyik. Suluq, ayağımızın altı bax belə suluq olmuşdu, qar yandırmışdı. Biz apardılar Bakıya. Bakıda Respublikanski Barnisada 3 ay 5 gün biz Barnisada yatdıq. Orada ailədə elə hamımızın, atamın, anamın, bacılarımın, bir də özümün, pəncədən hamımızın barmaqları kəsildi. 2-ci qrup əlillik. Don vurmadan hamımızın ayağı kəsildi. Bugün də anam yəni 33 il keçməsinə baxmayaraq hələ anamın ayağının yarası işləyir.